Füzulini Şiə məzhəb şair olmaqdan uzaqlaşdırmağa çalışır. Bu onun üçün əsirlikdir be ya. Biz niye onu Şiə şairi götürmeliyik? Niye olan şeyi danmalıyıq? Hatta Füzuli dindən də yuxarı bir şairdir. Heç kəs insanlar arasında heç bir elmi sahədə o sahənin mütəxəssisi ilə mübahisə eləmir. Məsəl üçün, heç kim fizikanı bilmədiyi halda bir fizika aliminə oturub o sahədə mübahisə eləmir. Heç kəs, nə bilim, təbabətlə, heç kəs gedib həkimə demir ki, sən mənim dostumsun, niyə falan dərmanı yazmamısan, bu dərmanı yazmamısan. Niyə eləmir? Ona görə ki, özünü biabır eləməkdən qorxur. Qorxur ki, gedərəm, deyərəm, cəmaat arasında nüfuzdan düşərəm. Baxmayaraq ki, fikri var, amma niyə İslam məsələsi araya gələndə nə bir gün orucu olmayan, nə bir gün namazı olmayan, nə İslamiyyətdən zərrə qədər xəbəri olmayan, nə orada bir əməl göstərməyən bir adam əllamaya dönür orada. Niyə? Mən bir şeyin çox maraqlıdır mənim üçün bu. İslamiyyətdən söhbət gedəndə niyə Füzuli İslamiyyətdən çıxarılır və yüksəkdə dayanılır? Axı İslamiyyətin bir həddi hududu var. Bu özü bir elmdir. Bunun biliciləri var, bunun yazıları var, bunun kitabları var, bunun tövsiyələr var, bunun imamları var, bunun peyğəmbərləri var.